page 16, exercise 1. Match the diagrams in your notebook with the words phrases below. Then listen, check and repeat. Aşağıdakı diaqramlar ilə sözləri və yaxud frazaları uyğunlaşdıracağıq. Daha sonra dinləyib, yoxlayıb və təkrarlayacağıq. Dairə qutunun qarşısındadır deyə olacaq in front of. Dairə qutunun arxasındadır deyə olacaq behind, arxasında behind. Üçüncü şəklə baxırıq. Dairə qutunun içərisindədir, ona görə olacaq in. 4-ə baxırıq. Dairə iki qutunun arasındadır, ona görə between olacaq. 5-ə baxırıq. Dairə qutunun yanındadır, ona görə next to olacaq, yanında. 6-cı şəkilə baxırıq. Dairə qutunun sol tərəfindədir, olacaq left. 7-ci şəkilə baxırıq. Dairə qutunun sağ tərəfindədir, olacaq right. İndi isə gəlin dinləyib yoxlayaq. 1. In front of. 2. Behind. 3. In. 4. Between. 5. Next to. 6. Left. 7. Right. Exercise 2. Complete the sentences about the image in your notebook. Use the correct words and phrase from exercise 1. Cümlələri şəklə əsasən tamamlayacağıq və tapşırıq 1-də verilən söz və ifadələrdən istifadə edəcəyik. Birdə nümunə verilib, the bowling alley is on the left of the park. Baxırıq, bəli, bowling alley is on the left of the park. Parkın sol tərəfindədir. The shopping center is on the right of the park. Shopping center isə parkın sağ tərəfindədir. Baxaq, 3-də the supermarket is. Supermarket hardadır? Shopping center'in içərisindədir. Ona görə biz burada yazırıq. The supermarket is in the shopping center. Daha sonra 4-ə baxırıq. The park is the bowling alley and the shopping center. Park bowling sahəsi ilə ticarət mərkəzinin ortasında yerləşir deyə biz buraya nə yazmalıyıq? Between. The restaurant is, baxın, restoran buradadır. Restaurant is the shopping center. Restoran ticarət mərkəzinin yanındadır. Restaurant is next to shopping center. Daha sonra there is a man the restaurant. Adam harda dayanıb restoranın qarşısında. Ona görə yazırıq in front of restaurant. Daha sonra 7-yə baxırıq. The restaurant is the man. Restoran isə arxa tərəfdədir. Deməli nə olacaq? Restaurant is behind the man. Exercise 3. Tapşırıq 3. Look at the image. Şəkillərə baxırıq. Make predictions and answer the questions in your notebook. Təxmin edəcəyik və suallara düzgün şəkildə cavablar yazmalıyıq. Then listen and check. Daha sonra isə dinləyib və yoxlayacağıq. Gəlin biz ilk növbədə dinləyək, daha sonra qeyd edək. I think I'm lost. I don't know where the cinema is. You always get lost, Maria. That's not true, Rose. I never go to the cinema. That's why I don't know the way. I sometimes go to the stadium. I can take you there. Let me have a look at the map. We're here. The cinema is on Park Street. Okay. Look! Can you see that sign over there? It says Parkland Cinema. But how do we get there? Excuse me, do you need any help? Yes, please. We're looking for the cinema, but we don't know how to get there. Okay, we're here, on Jefferson Street. You go straight on and turn left on Park Street. The cinema is on your right. Let me see. Straight on, then left. Is that right?
Yes, Thanks for your help. that's okay. I often go to the cinema. I go every Saturday, so I know the way. Okay, what are the girls talking about? Qızlar nə haqqında danışır? A variantımız directions to a place, yerin istiqaməti haqqında. How to meet the boy, necə görüşəcəklər o barədə. Yox, təbii ki, burada istiqamət soruşurdu deyə directions to a place. Do the girls know the boy? Qızlar oğlanı tanıyırdı mı? Xeyr, tanımırdı. Sadəcə yolu onlara göstərmək istəyirdi. Ona görə də B variantı no olacaq. Let's look at exercise 4. Okay, listen again. Complete the sentences A and C in your notebook. Then put them in the order you hear them. Yenidən dinləyirik və cümlələri tamamlayacağıq. Yəni, yenidən dinləyək və cümlələri tamamlayaq. I think I'm lost. I don't know where the cinema is. You always get lost, Maria. That's not true, Rose. I never go to the cinema. That's why I don't know the way. I sometimes go to the stadium. I can take you there. Let me have a look at the map. We're here. The cinema is on Park Street. Okay. Look. Can you see that sign over there? It says Parkland Cinema. But how do we get there? Excuse me, do you need any help? Yes, please. We're looking for the cinema, but we don't know how to get there. Okay, we're here, on Jefferson Street. You go straight on and turn left on Park Street. The cinema is on your right. Let me see. Straight on, then left. Is that right? Yes, Thanks for your help. that's okay. I often go to the cinema. I go every Saturday, so I know the way. Okay, dinlədikdən sonra qeyd edirik. We are here on Jefferson Street. Can you see that sign over there olmalıydı. I don't know where the cinema is. Qarşılarında yazdığımız 1, 2, 3 isə düzgün sıralamaydı. İlk növbədə I don't know where the cinema is. Birinci işlədilib bu cümlə. Daha sonra can you see that sign over there? İkinci işlədilib və we are here on Jefferson Street. Üçüncü cümləmiz olacaq.